Salam, xəbərlərlə tanış olun. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini dəfələrlə pozub, qarşı tərəf cavab atəşi ilə susturulub. Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən sonra Rusiya sükutu pozdu. Bu ölkəyə məxsus qırıcılar Türkiyə ilə sərhəddi bombalayıb. Bu dəfə hədəf Suriyada humanitar yardım aparan maşın kərvanı olub. Suriyanın Əzaz şəhərində Türkiyə sərhəddi yaxınlığında Rusiya hərbi təyyarəsi humanitar yardım daşıyan yük maşını kərvanını bombalayıb. Nəticədə azı 7 nəfər həlak olub, 10 nəfər isə yaralanıb. Ölənlərin 7-sinin də yük maşınlarının sürücüləri olduğu deyilir. Qeyd edim ki, Türkiyənin zərərsizləşdirdiyi qırıcının sağ qalan pilotu da açıqlama verib. Üzü kameralardan gizlədilən pilot verdiyi açıqlamada qırıcının Türk hava məkanını pozmadığını və Türkiyədən heç bir xəbərdarlıq almadıqlarını iddia edir. Rusiyalı pilotun heç bir xəbərdarlıq almadıqlarını iddia etməsindən sonra isə Türkiyə ordusu həmin xəbərdarlığın audio yazısını yayıb. Kinorejissor Vahid Mustafayevin 20 yanvar hadisələrindən bəhs edən Qanlı Yanvar filmi daha bir beynəlxalq festivala qatılıb. Vahid Mustafayevin ekran işi Hindistanda təşkil olunan 46-cı beynəlxalq film festivalının əsas proqramına daxil edilib. Qanlı Yanvar Hindistanda təşkil olunan beynəlxalq festivalda bugün nümayiş olunacaq. Premyera ölkənin ən məşhur kinoteatrlarından birində baş tutacaq. Artıq neçə gündür ki, filmin afişaları kinoteatrda asılıb və biletlərin satışı həyata keçirilir. Festivala bu il təxminən 100-ə yaxın ölkədən 700-ə yaxın film təqdim olunub. Lakin seçimlərdən sonra 90-a yaxın ölkənin 289 filminin nümayiş olunacağı qərar alınıb. Davam edirəm. Bugün isə Aynes üçün özəl bir tarixdir. Ölkənin ilk müstəqil telekanalı olan Aynesin 24 yaşı olur. Azərbaycanın 3 müstəqil jurnalisti Vahid və Seyfullah Mustafayev qardaşları Mirşahin Ağayev tərəfindən 1991-ci il noyabrın 26-sında təsis edilən Aynes TV bir növ Azərbaycanın müstəqilliyinin müjdəçisi oldu. Bir ay keçdi və 1991-ci il dekabrın 26-sında SR Ali Sovetinin Respublikalar Şurası SR-nin ləğv edilməsi barədə deklarasiya qəbul etdi. Beləliklə, Azərbaycan xalqının bir neçə il ərzində apardığı istiqlal mücadiləsi qələbə çaldı. Azərbaycanın müstəqilliyi və Qarabağ müharibəsi ilə yaşıd olan Aynesin yarandığı gündən seçdiyi prioritetlər də bu səbəbdən təsadüfi deyil. Bugün olan hava haqqında məlumata gəlincə, bugün paytaxt ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu isə gün ərzində 14-18 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında da bugün hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.